Qlavkoma xəstələrinin müayinə sıxlığı. Müayinə sıxlığı biraz individuallıq daşıyır. Birincisi, hədəf gözdaxili təzyiqi əldə etdiksə və artıq təzyiq normadadır, bundan sonra bu insan zərərə girməyəcək. O hala qədər olan kontrol sıxlığı, bir də ondan sonraki olan kontrol sıxlığı. Yəni biz göz daxili təzyiqi stabilləşdirənə qədər, təhlükəsiz hala salana qədər xəstələrlə görüşlərimiz çox sıx olur və bu sıxlığın xüsusi bir alqoritmi yoxdur. Xəstənin yaşı, xəstənin ümumi vəziyyəti, xəstənin dərmanlara vermiş olduğu cavab reaksiyası və yanaşı gedən xəstəlikləri, onları nəzərə alıb sıxlığı o şəkildə tənzim edirik. Amma artıq hər şey səhmana düşdü, dərmanlara doğru cavab verdik və hər şey qaydasındadır. Hər şey qaydasında gedən qlavkomalı xəstənin kontrolu orta hesabla 4-6 aydan birdir. Burada da 4-6 ay deyəndə nəyi nəzərdə tuturuq? Gənc adamlarda gecikdirə bilirik, yəni müayinə sıxlığını biraz daha aça bilirik. Yaşlı insanlarda və sinir zədələnməsi çox olan insanlarda müayinə sıxlığını daha da sıxlaşdırırıq. Yəni 6 ay bəzən çox olur, bəzən 4 ay, bəzən 5 ay. Amma ən geci 6 ay, 6 ayı keçməmələrini tövsiyə edirik. Xəstələrin hamısına da bu barədə ciddi məlumat veririk. Əgər 6 aydan daha çox keçərsə nə olar? Bir sonraki videoda onunla qədər məlumat verəcəyəm.